18-25 iyun 2025-ci il tarixlərində təşkil olunan sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi artıq yekunlaşıb. Təhsil zamanı Modernaza istinadən xəbər verir ki, bu barədə məktəbəqədər və ümumi təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Məlumata əsasən, ölkənin 18 müxtəlif şəhər və rayon üzrə 39 imtahan mərkəzində keçirilən prosesdə ümumilikdə 22.383 nəfər müəllim iştirak edib. Sertifikatlaşdırma prosesindən uğurla keçən bütün müəllimlərimizi təbrik edir, biliyi, məsuliyyəti, zəhməti və əzmini minnətdarlıqla qiymətləndirir, gələcək əmək fəaliyyətlərində öyrənmə və öyrətmə yolunda hər birinə uğurlar arzulayırıq. İmtahan təşkilindən öncə imtahan qaydaları, təlimatlar müəllimlərlə bölüşülsə də, çoxsaylı görüşlər keçirilib, müəyyən xəbərdarlıqlar edilsə də, təəssüflə bildirilir ki, az sayda neqativ hallara da rast gəlinib. Belə ki, 7 nəfər müəllimin nəticəsinin imtahan qaydalarını pozması, imtahan zamanı telefondan istifadə, imtahan suallarının şəkillərinin çəkilməsi və s. səbəbi ilə ləğv edilməsi nəzərdə tutulub. Bu cür hallar prosesə kölgə salmaqla yanaşı, müəllim adının daşıdığı yüksək ictimai etimadla ziddiyyət təşkil edir. Ona görə də hər bir iştirakçının bu mərhələyə dürüstlük, məsuliyyət və daxili intizamla yanaşmasının vacibliyini bir daha vurğulayırıq, deyə açıqlamada bildirilib.